Şah İsmail heç bir dini inancı cibindən çıxartmayıb. Tam əksinə, bəziləri deyir ki, Şah İsmail şiəliyi taxta çıxardıb. Xeyr, şiəlik Şah İsmaili taxta çıxardıb. Şah İsmail yeniyetmə idi. Həmin bu yeniyetmə Şah İsmailin ətrafında şiə ələvi olan türk tayfaları, türkman tayfaları, bir də Talış tayfası birləşir. Şah İsmailin uğrunda canı ilə, qanı ilə, malı ilə vuruşur. Başa düşürsünüzmü? Bu da ondan xəbər verir ki, Şah İsmail hələ doğulmamışdan Azərbaycanda şiə tayfalar vardı, şiə xalq var idi. Başa düşürsünüz? Şah İsmailin sosial bazası var idi. Həmin bu sosial baza Şah İsmail taxta çıxardır. Şah İsmail şiəliyi taxta çıxartmır. Tam əksinə şiəlik Şah İsmaili taxta çıxardır. Başa düşürsünüz? Bu belədir, bu aksiyomadır. Yəni Şah İsmailin qoşunu Qacarlar, Əfşarlar, Təkəli, Türkman, Ustaclı, Rumlu, Bayat, Çolanı və s. Türkman tayfaları idi və bir də Talış tayfası idi. Yəni Şah İsmail hələ anadan olmamışdan, doğulmamışdan Qacarlar, Əfşarlar, Çolanlılar, Bayat, Talış artıq şiə idi. Başa düşürsünüz? Artıq bunlar Şah İsmail hələ anadan olmamışdı ki, Azərbaycanda həmin bu tayfalar var idi. Yəni sosial bazası olmayan Şah İsmail devlət qura bilərdim Azərbaycanda. Çox qəribədir. Çox qəribədir. Şah İsmailin hərəkatının uğuru, Şah İsmailin uğur qazanmasının açarı Şah İsmailin sosial bazası olmasında idi. Yoxsa ordu yox, xəzinə yox, dədəsi şah deyil. Dədəsindən buna miras qalmayıb. Dədəsi şeyx idi, şeyxilər idi. Özü də yetim. Bu yetim, xəzinəsiz, ordusuz bir yetim necə şah oldu? Bax, bunu tutan yoxdur. Həmin bu xəzinəsiz, ordusuz yetimi sayıb seçən tayfalar var idi ki, həmin bu yetimin ətrafında birləşirlər, bu yetimi taxta çıxardırlar. Bu tayfaların da adları məlumdur. Tayfaların hamısının adı məlumdur. Qacar tayfasıdır, Əfşar tayfasıdır, Qaramanlı tayfasıdır, Təkəli tayfasıdır, Talış tayfasıdır, Bayat tayfasıdır və s. və ilaxır tayfalardır ki, həmin bu Şah İsmail adlı bir yetimin ətrafında birləşirlər. Bunun uğrunda təmənnasız olaraq döyüşürlər. Orta əsrlərdə belə bir şey yox idi ki, hansısa bir ordu təmanna olmadan döyüşsün. İslam dini adına vuruşan qoşun belə, xilafət qoşunu belə, hər nə qədər belə deyək, hər nə qədər din uğrunda vuruşsa da, xilafət ordusu belə qənimət uğrunda vuruşurdu, cariyə uğrunda vuruşurdu. Amma Şah İsmailin ordusu nə qənimət götürmürdü, nə cariyə götürmürdü.